Hər kəsi salamlayıram. Xoş gördük. İzahımız 2018-2024 aralığını əhatə edən blok imtahanına düşmüş çevrə və üçbucaqlar 2 mövzu. Çevrə və üçbucaqlardan düşən bütün sualların izahları olacaq. Bundan əvvəlki videolarımda digər mövzuları tək-tək izahlarını vermişəm, kanalda var. Növbəti dəstək məqsədli videomuzdur. Abunə olmağı unutmayın əziz şagirdlər. Blok imtahanında sizlərə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar. Başlayaq birinci sualla. Deməli, birinci sual belədir. Düzbucaqlı üçbucaqdır. BD 12-dir, bura 12. DA 8. Bir nöqtədən çevrəyə çəkilən toxunanlar bərabərdir. Burada 12-dir, bura 8. Burada x yazsaz, Pifagor teoremini tətbiq edə bilərsiniz əslində. X plus 8-in kvadratı, x plus 12-nin kvadratı bərabərdir 20-nin kvadratı. Amma burada x-in yəqin ki 4 olduğunu görürsünüz. Çünki Pifagor ədədləri olur da. Düzbucaqlı üçbucaqda 12, 16 və 20 görürsünüz. Deməli x 4 onun daxilinə çəkilmiş çevrənin radiusu kiçiyir. Bu da düsturdur. A üstəgəl B çıx C bölü 2. Yerinə yazırsınız. 28 çıx 20 bölü 2. 8 yarısı 4. 4'ü tapdınız. Daxilinə çəkilmiş çevrənin radiusunu soruşmur deyəsən. Çevrənin uzunluğu olar. Çünki pilərlə cavab görürəm burada. 2 pi düsturundan istifadə edin. 8 pi B variantı. 2 sual. Sual 2. ABC üçbucağında BD tənböləndir. Deməli, belə bir üçbucaqdır. ABC. BD tənbölən. Əla. Bir də onu qeyd edirəm ki, şagirdlər, bu video ilə deyərdim ki, siz blok imtahanına nə tipli çevrə və üçbucaq düşür, tam mənimsəyəcəksiniz. Yəni, böyük kömək olacaq bu sizə. BD. AB 12-dir. BC 15. AC 18. Bura x yazın. Burada 18 çıx x yazın. AD-ni tapın deyir. AD x-i tapın. Tənböləndir BD. Tənbölənin xassəsinə görə 12-nin x-a nisbəti 15-in də 18 minus x-a. Tənbölənin xassəsi də artıq özünüz buradan x tapa bilərsiniz. Üçüncü sual. Suallarımız çoxdur şagirdlər. Belə hesablama tipli sualları sizə buraxacağım. Çünki zaten hesablaya biləcəksiniz də. AD 16-dır. CD 12. Burada M olsun. H kvadratı bərabərdir. M-in düsturuna görə 144 bərabərdir. 16 vur M. M buradan neçə alınır? 144'dan 9. Gətirib burada 9 yazsaz, 12, 9 növbəti Pifagor ədədi 15'dir. BC tərəfinin uzunluğunu soruşur. Elə 15. Dördüncü sual. Perimetri 32 olan üçbucağın medianı belə bir iki yerə bölür. Baxın, deməli, üçbucaqdır. Bir dənə də belə bir median çəkiblər. Deyək ki, mediandır bu. Biraz səliqəli eləyək. Bildiyiniz kimi median qarşı tərəfi yarıya bölür. Bu oldu AA. Burada BC olsun. Deməli, bu da M medianıdır. Hissələrə bölür. Perimetri 32'dir. Belə yazdığında 2A üstəgəl B üstəgəl C bərabərdir 32. Perimetrləri 20-28 olan. Deməli, 2 dənə üçbucaq var. Bu birinci üçbucaq, bu da ikinci üçbucaq olsun. Birinci üçbucağın perimetri A üstəgəl B üstəgəl M-dir. 20 verib. İkinci üçbucağın perimetri A üstəgəl C üstəgəl M-dir. Bərabərdir 28. İndi şagirdlər, bu ikisini toplayın. 2A üstəgəl B üstəgəl C üstəgəl 2M bərabərdir 48. Bunun yerinə 32 var. Gətirin yazın 32'ni. Bərabərdir 48.
Buradan da n bərabərdir 16'nın yarısı 8. Yəni medianımız oldu 8. 5-ci sual. Sual 5. Çevrə daxilinə çəkilmiş dördbucaqlının iki qarşı. Baxın, çevrə daxilinə çəkilmiş dördbucaqlı. Çevrənin daxilindədirsə, çevrə onda bunun baxın, belə deyir də, çevrənin daxilinə çəkilmiş dördbucaqlı. Onda dördbucaqlının xaricinə çəkilmiş çevrədir. İki qarşı bucağı, bax ki, belə deyək də, bu düz bucaq kimi olmasın. 5'in 7'yədir. Bura 5x, bura 7x'dir. Bilirik ki, qarşı bucaqların cəmi 180 olmalıdır, xaricə çevrə çəkilirsə. Buradan da 12x bərabərdir 180, x da 15. Deməli, biri 75, biri 105 imiş. Əgər ixtiyari dördbucaqlının daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Diqqətli olun. 16. Daha doğrusu 6. AD parçası ABC'nin tənbölənidir. Deməli, AD parçası ABC'nin tənbölənidir. B, A, burada C desək, bu AD parçası deməli tənböləndir. Yenə də tənbölənin xassəsi yəqin ki, AB 18, AC 15, BD, buradan BD nəyə bərabərdir? 2 plus DC'yə. DC'yə bir x yazsaz, bura 2 üstəgəl x olacaq. Yenə də 18'in 2 plus x'ə nisbəti, 15'in də x'ə. Buradan x taparsınız. Sonra da BD'ni taparsınız. 7. AB çevrənin diametri SM toxunandır. MAC 15'dir. ACM bu bucağı bizdən soruşur. İndi deməli, bu diametrdirsə, onda belə eləyək də, buradan bura bir radius çəksək, bu da radiusdur, bu da radiusdur. Onda şagirdlər, dedik ki, radius da toxunana perpendikulyardır. Onda bu bucaq da 15 dərəcədir. 15 dərəcədir. Çünki ona görə ki, bərabər yanlı üç bucaqdır. Bu bucaq onda aydın məsələdir ki, 30 dərəcədir. 90-30 bu bucaqda alınır 60. Yəni cavabımız oldu 60. 8. 8-ci sualda tərəfləri belə olan üç bucağın medianların kəsmə nöqtəsindən kiçik tərəfə qədər məsafə. Deməli, belə bir medianların kəsmə nöqtəsidir bura. Buradan kiçik tərəfə qədər məsafə. Deməli, kiçik tərəf 8'dir də, 8'ə qədər bizdən məsafəni istəyir. Bu məsafəni soruşur bizdən. Məsafə də perpendikulyardır. İndi bunu necə işləyəcəyik? Diqqətlə fikir versək. Belə deyək də, baxın, bu düzbucaqlı üçbucaqdır. Medianların kəsmə nöqtəsi də 1, 2 və bu da 3. Bu medianlar sahəni 6 bərabər hissəyə bölür. Xassədir bu. Onda mən üçbucağın sahəsini tapa bilirəm buradan. Neçə eləyir? 8 vur 15 bölü 2. Cavabım 60. 6 yerə bölsəm, hər biri 10'dur deməli. Üzr istəyirəm. Burada bu üçbucağa fikir verin. AOB üçbucağının sahəsi burada S'dir. Görürsünüz, burada S'dir. Yəni 2S'dir. Yəni 20'dir. Həmin üçbucağın sahəsini digər tərəfdən biz belə yaza bilərik də. Tərəf, yəni 8, həmin tərəfə çəkilmiş hündürlük
Hasilinin yarısı bərabər olmalıdır 20'ye. Buradan da h bərabərdir alınır 5. 48'e bölsüz. Cavab oldu 5. Kiçik tərəfə qədər məsafə. 9-cu suala baxıram. AD parçasının uzunluğunu soruşur. AD parçası. AD. Hə. Belə edin də bunu. Bunu belə yazın. Buraya x yazsaz olacaqmı? Pifagor teoreminə görə 36 çıxılsın 27 bərabərdir x kvadratına. X kvadratı buradan 9 eləyər. X də bərabərdir 3. Bura elədi 3. İndi bu 3 bucağa baxın. Təzədən 3'ün kvadratı üstəgəl kök 3'ün kvadratı bərabərdir AD'nin kvadratına. Buradan da AD alınır 2 kök 3. Cavabımız oldu 2 kök 3. Sual 10. 10-cu sual belədir. Mərkəzi O nöqtəsində olan çevrədə AC qövsünün dərəcə ölçüsü verilib 76. BAC-ni deyir tapın. İndi şagirdlər, bura 76-dırsa, bura 180 olmalıdır. Çünki bura mərkəzdir. AB diametrdir. Bura 70, deməli 104'dür. Bura 104'dürsə, BAC bu da daxilə çəkilib, onun yarısıdır. Yəni 52'dir. B. 11. BAC bunu yazdıq. Deməli bu bucaq alfa bu bucağa bərabərdir. Bu da ortaq bucaqdır, beta. Onda bura qammadsa alfa, beta, qamma, alfa, beta bu bütöv var. Ha, bu bütöv bucaq olmalıdır qamma. Diqqətdən baxın, oxşar üçbucaqlardır. Bizdən nə soruşur? BC-ni soruşur. İndi deməli burada hansı üçbucaqlar oxşardır? Üçbucaq B, D, C ilə oxşardır. Üçbucaq B, C, A. Bu iki üçbucaq oxşardır. Onda BD-nin BC-yə nisbəti, DC-nin CA-ya nisbəti, bir də BC-nin BA-ya nisbəti bərabər olmalıdır. İndi bizdən BC-ni soruşur. Yazaq. BD varmı bizdə? BD var 16'dır. BC bəs? BC yoxdur. Qalsın BC bərabərdir. Bir də BC-nin AC-yə bu nisbəti götürək. BC-nin BA-ya. BC-nin BA-ya. Bizdə o yoxdur, nə? AD var. AD. Deməli, DB 16'dır. Bura AD də 9'dur. Başqa da bir şey yoxdur. AB var. Hə, AB var da bizdə. AB neçədir? AB var. AB 25'dir. Buradan da BC kvadratı bərabərdir 25 vur 16. BC də buradan çıxır 5 vur 4. Yəni 20. Cavabımız oldu 20. Oxşarlıqla yazdıq bunu. Növbəti şagirdlər 12-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə BAC 65 dərəcədir. Bura 65'dir. AB qövsünün dərəcə ölçüsü. AB. Onda bura 130'dur. Daxilə çəkilmiş bucaq söykənən qövsün yarısıdır. Burada onda 50 qalır da bizə. Cavab oldu 50. 13. Üçbucağın bucaqları 1, 2, 3 nisbətindədirsə, bu düz bucaqlı üçbucaqda aydın məsələdir, yoxlaya bilərsiniz. Böyük və kiçik tərəflərinin cəmi 6 olarsa, bu A-dır, bu B-dir, bu C-dir. Deyir ki, üçbucağın böyük və kiçik tərəflərinin cəmi. Kiçik tərəfi
Tutaq ki, A-dır, böyük tərəfdə hipotenuzdur. C-də 6 olarsa, onun perimetrini tapın. Perimetri. Bu bucaq 30, 60 və 90-dır. Çünki 1-in 2-yə 3-ə nisbətindədir. X, 2x, 3x. Toplayıb 180-ə bərabər edib bu bucaqları tapırsınız. 30 dərəcəli bucaq qarşısındakı katet deyək ki, A. Ən kiçiyi də, ən böyüyü də 90-ın qabağındadır. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni A S-nin yarısıdır. Yəni S 2 dənə A-dır. Gətirib yerinə yazsam 3A bərabərdir 6-ya, A da bərabərdir 2-yə. Deməli, bura 2 imiş. Buranın da 2 kök 3-dür. Burada 4-dür. Perimetri cavabım eləyər 6 plus 2 kök 3. Yəni B variantı. Sual 14. Üçbucağında AB verilib bizə 2 kök 5. Deməli, belə bir üçbucaqdır. B'dir, A'dır, C'dir. Deməli, AD medianıdır. Bir də BY medianıdır. Bura Y'dir, burada D'dir. Deməli, AB bizə 2 kök 5 verilib. BC 6 verilib. Median da yarı-yarıya bölür. Buranı 3-3 bölür. Medianlar da perpendikulyardır. Yəni, bu medianlar perpendikulyardır. 4 tərəfə də perpendikulyardır. İndi AC bizdən soruşulur. AC. Əla. Əslində bunun hazır düsturu da var. Amma mən düsturla yazmayacağım. Diqqətlə baxın. Bunu belə yaza bilərsiniz. Medianlar təpədən başlayıb 2-in 1-ə nisbətində bölünür. Bura 2x yazın, bura x yazın. Burada təpədən başlayıb 2-nin 1-ə nisbətində bölünür. Baxırsınız əvvəlcə bu düzbucaqlı üçbucağa. Bu düzbucaqlı üçbucaqda Pifagor teoreminə görə 4x kvadratı üstəgəl 4y kvadratı bərabərdir 20-yə. 2 kök 5-in kvadratı. Bir də baxın bu düzbucaqlı üçbucağa. Burada x kvadratı plus 4y kvadratı bərabərdir 9. Tərəf-tərəfə çıxsam 3x kvadratı bərabərdir. Bunlar gedər. 11. X kvadratı bərabərdir 3-də 11. Yerinə qoyub y kvadratını tapıram. 4y kvadratı bərabərdir 9 çıx 3-də 11. 4y kvadratı bərabərdir 3-də 16. Y kvadratı bərabərdir bölsəm 3-də 4. İndi bizdən nəyi soruşur? Bizdən soruşur şagirdlər AC-ni. AC-ni soruşur. İndi buradan bir şeye fikir verin. Diqqətlə baxın. Baxırsınız bura. Bu düzbucaqlı üçbucağa. Bu düzbucaqlı üçbucaqda 2x-in kvadratı üstəgəl y-in kvadratı AY-nin kvadratına bərabərdir. Onu da mən yaza bilərəmmi buradan? 4x kvadratı üstəgəl y kvadratı bərabərdir AY-nin deməli y-nin kvadratına. Pifagor teoremidir. X kvadratını tapdıq 3-də 11. 3-də 11-i 4-ə vuranda 3-də 44. Üzərinə gəl y kvadratı. O da 3-də 4. Bərabərdir AY-nin kvadratı. Buradan da AY alınırmı? 3'də 48, 16, ondan da 4 çıxır. AY 4, bura 4, onda mediandır, burada 4'dür. AC'miz elədi 8. Qəşəng sualdır, bax bu. Medianla bağlı görürsünüz nə qədər sual gəlir. Bunları bilmək lazımdır. Daha çox perpendikulyardır özdə, daha çox gəlir. 15. İki oxşar üçbucağın sahələr nisbəti 12. Tərəflərindən biri verilib, biri verilməyib. Sahələr nisbəti.
Deməli, birinci üçbucağın tərəfini tapın. Deməli, 50'nin belə deyək də, A1 böl A2'nin kvadratı bərabərdir S1 böl S2. Yəni K kvadratıdır da bilirdiniz. Buradan A1 yoxdur, A2 12 verilib. Kvadratı bərabərdir 50 böl 200. Bu da 4'də 1 deməkdir. Buradan belə yazsaq, buradan hər tərəfdən kök alın. A1 böl 12 bərabərdir 4'də 1'dən kök alsaz 2'də 1. Buradan da A1 bərabərdir eləyər 6. Cavabımız oldu 6. Çevrənin ən böyük vətəri diametrdir. Elədi cavab 10. O nöqtəsi çevrənin mərkəzi AB 4 cm. Yəqin ki A buradadır. B isə 8. Çevrənin radiusunu tapın. Burada R'dir. Bunu uzadırsınız. Burada R'dir. Toxunanın xassəsi necə idi? Toxunanın kvadratı bərabərdir. Çevrəyə qədər ən yaxın hissə vur. Bütöv hissə. 4 vur. 4 plus 2. Buradan 16 bərabərdir 4 plus 2. R də bərabərdir 6'ya. Çevrənin radiusu elədi 6. 18-ci sualdan davam edək. Deməli belə. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş median 7'dir. Baxın, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabər. Deməli, hipotenuz 14. Xaricinə çəkilmiş dairənin sahəsi. Xaricinə çəkilmiş dairənin sahəsi də hipotenuzun yarısıdır, yəni 7'dir. Daha doğrusu dairənin radiusu. Dairənin sahəsi də pi r kvadratıdır. Eləyəcək 49 pi. Yəni B. 19. 2 bərabər yanlı üçbucağın təpə bucaqları bərabərdir. Birinci üçbucağın yan tərəfi 2 bərabər yanlı üçbucağın təpə bucaqları bərabərdir. Birinci üçbucağın yan tərəfi 15, oturacağı 10'dur. İkinci tərəfinin uzunluğunu tapın. Məsələdə nəsə yüngülvari şərtində qalıbdır yazılası. Baxın, bərabər yanlı üçbucaqlardır. Təpə bucağı bərabərdir. Deməli, bərabər yanlı olduğu üçün 2 bərabər yanlı üçbucaqdır. Təpə bucaqları bərabərdirsə, oturacağına bitişik bucaqlar da bərabərdir. Deyək ki, bu məsələn 100 dərəcədirsə, bunlar olmalıdır 40 və 40. İndi bu da 100'dürsə, onda bu da məcbur 40 və 40 olmalıdır. Bu iki üçbucaq bir-birinə oldu bərabər. İndi burada nə demək istəyib? Yəqin məsələdə tam verməmişik də o hissəni nəsə qaçıb. Birinci üçbucağın yan tərəfi 15'dir. Deməli, bu da 15'dir, onda bu da 15'dir, bu da 15'dir. Oturacağı 10'dur, onda bunun da oturacağı 10'dur. İkinci tərəfinin uzunluğunu soruşur. Bəlkə də ikinci üçbucağın oturacağının uzunluğu və ya ikinci üçbucağın perimetrini soruşsa, məsələni işləyə bilərik. İndi burada hər hansı bir çatışmayan bir şey var. Sadə sualdır, halbuki oxşar üçbucaqlardır bunlar. Tərəf, bucaq, tərəf əlamətinə görə. T, B, T, tərəf, bucaq, tərəf. Davam edirəm 20-ci sualdan. ABC üçbucağının medianları, yenə də həmin median sualıdır, fikir verin. ABC üçbucağının AM və BN medianları qarşılıqlı perpendikulyardır deyir. K nöqtəsində kəsirlər. Bura K'dır. SK 10'dur. SK 10. SK 10 verilib bizə.
B-nin də 9-dur. Şəkli varmı? Yoxdur. B-nin 9. Deməli, B, N, bir də S, K. Bura nədir bəs? Hansı mediandır? AM mediandır. Hə. Bizdən AM medianın uzunluğunu soruşur. SK 10. Deməli, bir dənə SK çəkməliyəm. Bu 10 verilib bizə. Onda bu 90'dırsa, demək ki, bu da 90'dır. Kanı silirəm, qarışmasın burada. Bu da perpendikulyardır da buna. İndi mən bunu buradan uzatsam, baxın. Deyək ki, bu. 2'nin 1'ə nisbətində bölünmək üçün bu 5 olmalıdır. Bu da düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş medianıdır. Bu da bura elədi 10 santimetr. Sonra AM yoxdur, amma B-in 9'dur. Bu da 2'nin 1'ə nisbətində bölünür. Bura 2x, bura x eləsək, 3x bərabər 9'a, x də bərabər buradan 3'ə. Deməli, bura 6'dır, bura 3'dür. İndi bizdən AM soruşulur. İndi şagirdlər, bir dənə buna fikir verin. Bu K-ydı da bura. Bu ABK üçbucağına baxın, qırmızı ilə göstərirəm. Bu üçbucaqda hipotenuz 10'dur, katet 6'dır, AK kateti 8'dir. AK da 2'nin 1'ə nisbətində bölündüyü üçün onda bu KM olacaq 4. Ümumi AM'i soruşur bizdən, bu delədi 12. Yəni medianla bağlı görün neçənci sualda artıq. Birin birə baxıram. ABC üçbucağı üzərində, deməli ABC üçbucağıdır. A, B və C. AB tərəfi üzərində Y nöqtəsi elə götürülüb ki, AY 3 dənə BY'dir. Deməli, BY x-dirsə, onda AY 3x-dir. SBYS-də buranın sahəsi bizə verilib 12. Deyir ki, A təpəsindən BS-yə endirilmiş hündürlük də 8'dir. Deməli, A-dan BS-yə bir hündürlük endirirəm. Bu da 8'dir. BS soruşulur. İndi bunu necə eləyəcəksiniz? Baxın. Dedik ki, üçbucaqda, burada saxlayın, belə bir xassə var. Bu ixtiyari xəttdir. Bura 2'dir, bura 5'dir məsələn. Əgər bu üçbucağa baxsaz, ABC üçbucağı bu şəkildə 3 dənə üçbucaq var, hansıdır? Burada bir D deyək. Biri ABD üçbucağıdır. Biri BDS üçbucağıdır. Bir də böyük ABC üçbucağıdır. Bu üçbucaqların təpədən çəkilmiş, B təpəsindən çəkilmiş hündürlükləri hamısı oxşardır. Həm körbucaqlı üçbucağın, həm bu BDS körbucaqlı üçbucağının, ABD üçbucağının və bir də böyük ABC üçbucağının hündürlükləri oxşardırsa, onda tərəflər nisbəti hansı nisbətdə bölünübsə, sahələr də o nisbətində bölünür. Bu xassədir, bilək. İndi burada deməli bu BYS, SBYC sahəsi 12 verilibdir. 12 S-ə bərabər. Çünki x nisbətində bölünür. 1x nisbətində bölündüyü üçün, yəni bu sahəsi elədi 12. 1x 3x nisbətində bölünübsə, 1s 3s nisbətində bölünəcək. Onda S, A, Y, S də deməli 3s'dir. 3'ü vurursunuz 12, 36'dır. Bütöv üçbucağın sahəsi də topladım, elədi 48. Bütöv üçbucağın sahəsi. İndi bu üçbucağın sahəsini mən hansı düsturla işləyə bilərəm? Bir də tərəf, BS tərəfi, həmin tərəfə çəkilmiş hündürlük hasilinin yarısı. Yenə də üçbucağın sahəsini verməlidir 48'i. BS buradan eləyər
12. Cevabımız oldu 12. 22-ci suala baxıram. Mərkəzləri belə olan çevrələr toxunur. Deməli, belə bir şey. O1K və belə. Onlarsa çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. İndi şagirdlər diqqətdən baxırsınız. AY-ın uzunluğu bizə verilib. Mən bu AY-ı çəkərəm buradan. Bunun uzunluğu verilib. Bura bir R deyin, burada bir R deyin. Perimetrinə görə P O1 AK. Yəni bu yerdirsə çevrənin radiyusu da bu. AM 22'dir. Burada R'dir. Onda bura X deyin. Bura bir Y deyin. Onda diyeceğim mi? 2R üstə gəl. 2R üstə gəl. X üstə gəl. Bu da R'dir də. 2R üstə gəl. Y bərabərdir. 56 verilib bizə. Buradan 2R üstə gəl. 2R plus X plus Y'ın yerinə də AM-i 22 verib. Yəni 22 yazıram 56-ya. 2R plus 2R bərabərdir 34. R plus R də eləyər 17. Mərkəzlər arasındakı məsafə 17-dir. Növbəti 23. BC-nin BM-ə, o da BC-yə nisbəti belə olarsa. İndi orada BC-nin BM-ə, o da BC-yə. Yəqin ki, bu yoxdur. BC-nin BM-ə. BC haradır? Buradır. Bura M-in düz olmadı da. Yəqin paraleldir verilibdir. Bunu buradan çıxaraq. Paraleldir. M-nin BC-yə 5-in 7-yə. Bura 5. Bura 5x-dirsə, bura 7x-dir. Bizə deyir ki, AN bölünsün NC-ni tap. NC. İndi oxşar üçbucaqlara görə A bucağı ortaqdır. A-nın qarşısındakı tərəf 5x-in, A-nın qarşısındakı böyük üçbucaq, oxşar üçbucaq ABC-də 7x-a nisbəti bərabərdir. Bu da uyğun bucaqlardır, bir-birinə bərabərdir şagirdlər. Balaca üçbucaqda M-in qarşısındakı AN tərəfinin, böyük üçbucaqda B-nin qarşısında AN üstə gəl NC-yə. Buradan bərabərdir 7-də 5. Çarpaz vursam, deməli 5 AN üstə gəl 5 NC bərabərdir 7 AN. Çıxsam 2 AN bərabərdir 5 NC. Bizdən də soruşur AN böl NC-ni. Bunda bura 2 yazsam, bura 5 yazacağım. 5 böl 2. Deməli AN bəli 5 böl 2. Diqqətli olun. Baxın 2 5 böl yox. 2 bölünsün 5 yox. Sonra 24-cü suala baxıram. ABC üçbucağında AB AC-yə bərabərdir. Deməli AB AC-yə bərabərdir. AD 6-dır, bura 6-dır. BD 18-dir. DS parçasının uzunluğunu soruşur. İndi şagirdlər, düzbucaqlı üçbucaqdır bu. AD AB-yə perpendikulyardır. AB-yə perpendikulyardır. Bunu belə yazaq da. Deməli bura
x desək, bura bir x deyirəm. Onda və bir də buradan mən bir median endirsəm, median endirək yoxsa hündürlükdən diqqətlə baxım. Median yox, hündürlük çəkək buradan. Baxın şagirdlər, bunu əslində bir teorem var, onunla yazmaq daha rahatdır. Stuart teoremi var, onunla yazmaq daha rahatdır. Lakin o teoremi yadda saxlaya bəzən bilməyə bilərsiniz, onun praktik yolunu da bilək. Baxın, belə deyək də, bunu belə yazın getsin. Bu D-dir, bizdən buranı soruşur, x. Burada x yazmışam, ikisində də x olmaz. Buraya y yazın, burada y yazın, bərabər yanlıdır. Buranı bizə verib 6. Bu da 90 dərəcədir. Bu 90 dərəcədir. Bax, bura 90 dərəcədir. Burada 18-dir. Pifagor teoremindən y kvadratı üstəgəl 36 bərabərdir 324 desək, y kvadratı bərabərdir buradan 14-dən 6 çıxanda 8, 8, 288. Bu da 144 vur 2'dir. 12 kök 2'dir. Yəni bura 12 kök 2. Bu da bərabər yanlıdır. 12 kök 2. Stuart teoremində bu 6'nın kvadratı bərabərdir. Bu ikisinin hasili çıxılsın 18x deyib hesablayırsınız. Stuart teoremi belədir. 6'nın kvadratı. Yəni üçbucaqda hər hansı bir adil bir xətdirsə, bərabər yanlı üçbucaqdan söhbət gedir. Onda 6'nın kvadratı bərabərdir. Yan tərəflərin hasili çıxılsın 18x. Bu tənliyi işləyirsiniz. Biz o üsula baxmırıq, praktik üsulla baxırıq. İndi bu mən nə edirəm baxın. Bir dənə hündürlük endirirəm buradan. Hani endirdim hündürlük. Deyək ki, endirdik bura bir hündürlük. Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş hündürlük həm tənböləndir, həm mediandır xassəsindən istifadə edəcəm. Biraz da sola gətirim. Hündürlüyü endirdim. İndi belə niyə sıx elədik görəsən? Biraz bu tərəfdə dursun, nə olacaq ki? Qaldı belə. İndi baxın, bərabər yanlı olduğu üçün təpədən çəkilmiş hündürlük həm tənbölən, həm mediandır xassəsi. Unutmayaq, bura bir-birinə bərabərdir. Şəkildən görsənməsə də, amma bir-birinə bərabərdir. İndi düzbucaqlı üçbucaqda bu HC bərabərdir AB düsturuna görə, elə mən bu H axtarıram əvvəlcə. Yazacağım H bərabərdir AB bölünsün ki, bu BD 18'dir. Baxın, qarışdırmayaq. Bura 18'dir. Bura bütöv 18'dir. İndi 18 aşağıda, AB yuxarıda. 6 vur 12 kök 2. Bundan bu ixtisar 3, bundan bu da git. Bu elədir 4 kök 2. H 4 kök 2'dir. H 4 kök 2'dirsə, bunu pozuram. Bu 4 kök 2'dir. Burada bir K olsun. Bu da 90 dərəcədir. Pifagor teoremini tətbiq eləsək burada olacaqmı belə? Necə yazacağım? 144 bərabərdir 32 16 32 288 daha doğrusu 32 üstəgəl K kvadrat. Buradan da K kvadratı bərabərdir 256. K da bərabərdir 16'ya. K 16. Deməli bura qədər 16'dırsa, əziz şagirdlər, dedik ki, bu iki qırmızı ilə göstərmişəm. Baxın, mediandır. Bura qaldı 2 santimetr onda. Çünki bütöv 18'dir axı. Buradan bura qədər 16 idisə, bura qədər 16'dırsa, bura qədər də 16 olmalıdır. Onda x-imiz buradan avtomatik 14 alınır. Yəni cavab olsun 16. Belə bir maraqlı sualdır şagirdlər. Ya Stuart teoremindən yazırsınız, ya da belə praktik üsulla yazırsınız. Stuart teoremini başa düşdünüz də. Da ki, bu üçbucaqdır. Bərabər yanlıdır. Bu da bir ixtiyari xəttdir. Bu M olsun, bu A, bu da A. Bu X, bu Y olsun.
Stewart teoreminə görə m kvadratı bərabərdir a vurulsun a çıx xy. Baxın belə bir şey. Və yaxud da bu praktik üsulla həll edəcəksiniz. Bu biraz samballı sual oldu. 25'e baxaq. Düzbucaqlısı hər biri onu 3 tərəfində toxunan 2 çevrə ilə verilmişdir. AD 50-dir. Toxunma nöqtələri arasında məsafə. Çevrələrin toxunma nöqtələri arasındakı məsafə 10'dursa bizdən AB'ni soruşur. Sualda şagirdlər çevrələrin deməli şərtində burada düz yazılmayıb. Çevrələrin toxunma nöqtələri yox. Çevrələrin kəsişmə nöqtələri arasındakı məsafədir bu. Bu kəsişmədir. Yəni, burada səhv gedib yazılışda. Deməli AD 50 veribdirsə, kəsişmə nöqtələri arasındakı məsafə bura. Bu test toplusu suallarda, bu test toplusunda var bu. Deməli bura neçədir? 10. Belə deyək də, bunu tam bölsək əgər 25'i yarı bölmüş olur. 50'ni AD'ni yarıya bölərəm. Burada 25 olar, burada 25 olar. Bura aydındır yəqin. Mən bunu bura çəksəm, bu mərkəzdir. Bu deyək, axıra kimi çəksək radiusuydu. Vətərə bu AB olsa, bu AB vətərinə perpendikulyardır. Onda vətəri yarıya bölür. Burada 5'dir, burada 5'dir. Bu məsafə, baxın buradan bura qədər məsafə 25'dir. Deməli bu da 25'dir. Onda mən bu balaca məsafəni buradan bura birləşdirirəm. Bura 1x deyirəm. Fikir verin, burada iki kəsişən vətərin xassəsi yarandı. Fikir verin, bu çevrədə iki kəsişən vətərin xassəsi necə idi? A'dır, B'dir, C'dir, bu da D'dir. Burada O'dur. Kəsişən vətər xassəsi A, O vur OB bərabərdir CO vurulsun OD-yə. Buradan da aydın məsələdir ki 5 vur 5 bərabərdir x vur 25. X buradan elədi 1. X 1'dirsə bunda bu diametr elədi neçə? 26. Bu 26'dırsa onda bu da 26'dır. Diametrdir. Elə bu da 26'dır onda. Cavabımız oldu 26. Elə 26-cı suala baxaq indi. ABC üçbucağında AC B'ye bərabərdir. Bucaq C bərabərdir alfa. Bizdən nə soruşur? CBD, CBD. Yəni bu bucaq, baxın, bu bucaq 2 dənə C bucağıdır. Yəni bura 2 alfadır. Bizdən AB'ni soruşur. AB. Buranı soruşur bizdən. İndi burada şagirdlər sinuslar teoremindən istifadə eləyin. Bu ABC üçbucağında alfanın qarşısında x'dir. X'ın həmin tərəfin qarşısındakı bucağın sinusuna nisbəti bərabərdir. Bura 2 alfadırsa, bax bura 180 çıx 2 alfadır. Yenə də sinuslar teoremi B'nin sinus 180 çıx 2 alfa. Buradan nə alınır? X böl sinus alfa bərabərdir. B bölünsün. Pida dəyişmir. İkinci rübdə müsbətdir. Alınır sinus 2 alfa. Buradan X böl sinus alfa bərabərdir. B böl sinus 2 alfanı açsam 2 sinus alfa kosinus alfadır. Bu sinuslar gedər. Bizə nə lazımdır? X tərəfi. X də bərabərdir 2 kosinus alfa aşağıda, B yuxarıda. Böyle bir cavab D variantı. Növbəti 27-ci sual. ASB bucağının dərəcə ölçüsünü soruşur. Bizə deyir ki
AN AS'ye bərabərdir. Qırmızı ilə göstərəcəm. AN, baxın bu tərəf AS'ye buna bərabərdir. Bu buna bərabərdir. O ona bərabərdirsə əgər və bir də BM bunu belə göstərək. Bu tərəf də BS'ye bərabərdir. Buna bərabərdir. İndi bura 38'dir. İndi şagirdlər diqqətlə baxın. Bura bir alfa deyin. Burada bir beta deyin. Buradan görsənmir eləmi o hissə? Baxın, belə bir şəkildir də bu. Belə bir şəkildir. Bura 38'dir. Dedik ki, baxın, bura bir alfa deyin. Burada bir beta deyin. İndi hansı tərəflər bərabər idi? Bu buna bərabər dedik də. Onda bərabər yanlı tərəf bu ikisi idi, düzdür? Ona görə də oturacağı bitişik bucaqlar bərabər olmalıydı. Oturacağı bitişik haradır burada? Deməli, bu bucaqla bu bucaq oturacağına bitişik bucaqlardır. Yəni burada olur 38 üstəgəl alfa. Digər tərəfdən bununla da bu bərabər yanlı olduğu üçün oturacağı bitişik bucaqlardan biri budur, digəri də budur. Baxın bu. Yəni 38 plus beta ilə bu oturacağı bitişik bucaqdır. Bu da 38 plus betadır. Üç bucağın daxili bucaqların cəminə görə 3 vur 38 plus alfa plus beta bərabərdir 180 olmalıdır. Buradan alfa plus beta bərabərdir 180'dən çıxıram 4, 9, 2, 11, 114. Düz vurdum mu? 38'i 3'e vuranda 90, 114. Bunda alfa plus beta da buradan alınır 66. Bizə deyir ASB-ni tap. Yəni bu bütöv bucağı soruşur. Onda bir dənə üzərinə 38 gəlmək lazımdır. Çünki alfa plus beta elə budur da. Alfa plus beta bu bucaq cəmi 38'dən toplamalıyam. Eləyir 90, 104. Cavabım oldu 104. 28-ci suala baxıram şagirdlər. 28. ABC düzbucaqlı üçbucağında AB BC'ye deməli perpendikulyar. Burası 84'tü. MO parçasının uzunluğunu soruşur. Deməli belə bir şəkildir. BN CN'e bərabərdir. Deməli, belə çıxır ki, onda bu AN mediandır. Mediandır ki, bu ikisi bir-birinə bərabərdir. AK da SK'ya bərabərdir 84. Bu da 84'tür. Bu da 84. Onda bu medianların kəsişmə nöqtəsidir. BK medianların kəsişmə nöqtəsidir. Əgər kəsişmə nöqtəsidirsə, BK medianın hipotenuzun yarısına bərabər olmalıdır. Olmalıdır 84. 84 olmalıdır BK. Onda BK da təpədən başlayıb 2-in 1'ə nisbətində bölünür. Bura 2x-dirsə, bura x. 3x bərabər 84. X də bərabər 28. Onda baxın, bura qədər məsafə, buradan bura qədər məsafə 28 vur 2, 56'dır. Bura qədər məsafə də bizə verilib 28'dir. Biz axtarırıq haranı? OM məsafəsini. OM axtarırıq. İndi şagirdlər diqqətlə baxın.
bu KBC üçbucağında M-in orta xətti. Çünki ortadan paralel çəkildiyi üçün 84-ün yarısı 42-yə bərabərdir. 42. Burada təpədən başlayıb 2-nin 1-ə nisbətində bölünür. Bura 2x-dirsə, bura da x deyək. İndi siz burada baxın diqqətlə, burada bir qum saatı görürsünüz. Böyle bir qum saatı görürsünüz. Bura 84'dür. Bura 42'dir. Bura x'dir. Bura 2x'dir. İndi. İndi bu hissəyə baxın. Bu hissəyə. Bu hissəyə baxsaz. Bura x desəz. Daha doğrusu x deməyək. Bura bir y desəm. Bura 56 çıx y olar. Deməli bura y-dir. Bura y-dir. Bu məsafədə 28'dir. İndi bunlar bizə lazım deyil. İndi mən buradan oxşarlığı yazsam əgər. Deməli bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Bununla da bu çarpazdır. İndi bunları tətbiq edirəm. Bunun qarşısındakı 42'nin 84'ə nisbəti. Bura bir alfa deyim, görsənsin. Bu alfanın qarşısında y-in çarpaz y-in qarşısındakı 28'ə nisbəti. Buradan eləyir 2'də 1 bərabərdir y böl 28. Y də bərabərdir 14. Deməli y-im elədi 14, məndən MO məsafəsini soruşurdu. Cavabım oldu 14. Deməli şagirdlər, fikir verdiniz neynədik? Düzbucaqlı üçbucaqda median xassəsi, daha sonra orta xəttin xassəsi və sonra qum saatından istifadə elədim. Qum saatı da aydın məsələdir. Yəni bu qum saatı məsələləri iştirak edir. Məsələn, burada necə iştirak etdi? Bu verilib bizə. Bir bu var. Bu, bir də bu. Bu qum saatında bu bucaq alfadırsa, bu bucaq da alfadır. Bundan da beta, bu beta çarpaz bucaqlardır. Fikir verin, burada da çarpazdır. Çünki M-in AC-yə paraleldir deyirdi. Bunda bu bucaq da qamma bucağıdır, bu da qammaya bərabərdir. Mən də oradan oxşarlığı yazmışam. Alfanın qarşısındakı 42'nin ona oxşar olan üçbucaqda alfanın qarşısında 84'ə nisbəti, betanın qarşısında y-in, betanın qarşısında 28'ə nisbətindən işlədik. 29-cu sualla davam edirəm. O mərkəzli çevrədə AB kəsəni və AC toxunanı verilmişdir. Qövsün dərəcə ölçüsü 8 olsa BAC bucağını tapın. Deməli, qövsün uzunluğu 28 və 8'dir. Bizdən bu bucağı istəyir. Baxın, bu gözəl sualdır. BC 28'dirsə əgər uzunluğu, DC'nin də uzunluğu 8'dirsə, onda bu BC qövsü 28'in 8'ə nisbətində bölünə bilər. Yəni BC bölünsün CD. 4'ü ixtisarləsəm 7 böl 2 bərabərdir BC-nin CD-yə. Bu da şagirdlər 7x ilə 2x olsa cəmi 180 etməlidir. Çünki bu BD diametrdir. Çevrəni yarıya böldü. 9x bərabərdir 180. X də bərabər buradan 20. X 20 isə onda bu bucaq 8 160 imiş. Burada dedik ki, daha doğrusu 140 imiş. 7'ni vurdum 20'ye. 140. Burada 40 imiş. Bu bucağı da tapmaq üçün buna alfa desək, necə idi xəstə? 140 çıx 40 böl 2. Alfa da buradan elədi 50 dərəcə. Cavab oldu 50. 30-cu suala baxıram şagirdlər. O nöqtəsində olan çevrədə OK
8 olarsa AK'nı tapın. Deməli. DB. İndi əslində sadədir. Baxın, biraz burada sərgəli çəkim. Bura mərkəzdir. C'dir, D'dir. Bu A, bu da B. Bizə deyir ki, biri 80'dır. Biri də MC 80'dir. Bura deyək ki 40'dır. DMB. DMB. Burada bizə verib 80. İndi bu belə deyək də. Biz dedik ki, əgər 2 vətər kəsişirsə, vətərlər arasında qalan alfa bucağını bu M qövsü ilə bu N qövsünü toplayıb yarıya bölməkdən ala bilirik. M üstəgəl N böl 2. Burada da mən bu bucağı tapa bilirəm. Bu bucaq 80 üstəgəl 40. 120 yarısı 60'dır. Bu bucaq 60 dərəcədir. İndi BK bizə verilib 8. BK. Bura K'dır. Bura verilib bizə 8. OK da, burada OK'dır. 4 verilib. Bizdən soruşur AK'nı tap. AK solu. İndi burada başqa nə edə bilərik? Baxın, bunu çəkirəm bura. Baxın, bunu bura çəkirəm. Bu çevrənin radiusudur. Radiusudsa, mən bu R-i tapa bilərəm kosinuslar teoreminə görə. R kvadratı bərabərdir 16 üstəgəl 64 çıx 2AB kosinus alfa. Bu da elədir. R kvadratı bərabərdir 64 80 çıx 32. Eləyir neçə? 48. R də bərabərdir buradan 4 kök 3'ə. Çevrənin radiusu tapıldı 4 kök 3. İndi bura 4 kök 3'dür. Bu da radiusdur. Onda bax bu hissə var ha. Baxın bu hissə 4 kök 3 çıxılsın 4. Çünki ümumi buradan bura qədər də ümumi axı 4 kök 3 olmalıdır radiusda da. İndi o kəsişən 2 vətərin xassəsini görürsünüz də orada. Kəsişən 2 vətərin, bunu silirəm. Kəsişən 2 vətərin xassəsinə görə necə yazmalıyam? AK vur KB bərabərdir. Deməli, KD vurulsun KS. AK'm yoxdur. KB'm var 8. KD. KD 4 kök 3 çıx 4. Bir də KD. Bu da 4 plus 4 kök 3'dür. Yəni 4 kök 3 plus 4. Buradan 8 AK bərabərdir 48 çıx 16. 32 AK da bərabərdir buradan 4'ə. Yəni cavab oldu 4. Bu maraqlı sual idi. Deməli 30. Belə şagirdlər, ilk 30 dənəsinin izahına baxdıq. İnşallah növbəti videoda da bunun ardını, izahlarını verəcəm. Görün neçə dənə sualdır. Maşallah 53 dənə sualdır. 23 dənə sualımız var. İnşallah növbəti videoda görüşmək ümidi ilə. Sağ olun.